Suraxanı rayon icra hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül Axundova və komissiyanın üzvləri Ümid Yeri uşaq sığınacağına ziyarət ediblər. Görüş zamanı sığınacağın rəhbəri Nigar Mənsimova və psixoloq Rabiya Aslan müəssisənin fəaliyyəti, uşaqlara göstərilən sosial-psixoloji dəstək, həyata keçirilən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat veriblər. Ziyarət zamanı uşaqların hüquqlarının müdafiəsi, onların rifahının təmin olunması, mövcud vəziyyət və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Ümid Yeri İctimai Birliyinin fəaliyyəti, sığınacaqda həyata keçirilən işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Komissiya üzvləri sığınacaqda yaradılan şəraitlə yaxından tanış olub. Uşaqların təhlükəsiz və qayğıkeş mühitdə böyüməsinin vacibliyini vurğulayıblar. Görüşdə uşaqların hüquqlarının daha effektiv müdafiəsi, onların sosial rifahının yüksəldilməsi istiqamətində birgə fəaliyyətin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.